Uşaqlar hər bazar günü McDonald's-dan yemək yeyirlər. Deməli, biz sifariş vermişik Nəsimi filialından 14.38-də. Gəlib çatıb 15.36-da məhsullar. Amma təsəvvürünüzə gətirin, Volt birinci yeməkləri gətirir. McDonald's Nəsimiyə yığırıq, deyirlər ki, Volt götürmədi ki, mənim yüküm ağırdır. Təsəvvürünüzə gətirin, bir yeməyi 2 yerə bölürlər. Məntiqlə necə uyğun gəlir, deyim sizə. Yeməyi gətirirlər. Baxın, yemək buz kimi. Üstündən 40 dəqiqə sonra kolalar gəlir. Bir dənə kolanın vəziyyətinə baxın. Buna baxın. Bütün dağılmış formada. İndi bunun hansı vəziyyətdə gəlməsi bu başqa mövzudur. Əsas mövzu belədir ki, necə olur ki, bir sifariş 2 yerə bölünüb gəlir. Su, yemək bir anda sifariş verilirsə, deməli bunların ikisi bir anda gəlməlidir də. Yarım saat sonra McDonald's soyuq bir halda, pis bir hala düşürsə, yarım saat sonra bu kola gəlirsə, bir dənə söz deyə bilərəm, Volt biabırçısız. Yəni, sifariş göstəririk, Voltu yazırıq. Deyir ki, biz ağır olduğu üçün 2 yerə böldük sifarişi. Hansı haqdan, səndən kim istəyib bunu? Mən yeməyə sifariş vermişəmsə, yanında kolan sifariş vermişəmsə, deməli bunun ikisini mən bir arada görmək istəyirəm. Volt başqa dərddir, McDonald's başqa, hərəsi bir-birini boynuna atır. Nəysə də xidmət bərbad, ikiniz də biabırçısınız.